5 iyul Tbilisidə 48 kilo çəki dərəcəsində Kənan Babayev İtaliyalı Yari Bonacci ilə qarşılaşdı. İlk saniyələrdən Al Capone'nin yerlisi hücuma atılıb bizim boksuya təzyiq göstərmək fikrində idi. Amma Babayev özünü itirmədən hər dəfə sol crossla İtaliyanı qarşılayırdı. Sürətli ayaqlar və əla hissiyatla seçilən qıvrımbaş texnarımız əks hücumdan güllələyib rəqibə heç bir şans vermədi. Pitsə həvəskara Dəlisov vaxtlaraq nəsə yaratmaq istəyirdi, amma hər hücumu boşa çıxırdı. Nəticədə Kənan Babayev hakimlərin yekdilli qərarı ilə qələbə qazanır.